Paşinyandan İlham Əliyevə. Buyurun, cənab prezident. İrəvanda toplantı. Əliyev Avropa Parlamentini tənqid etdi. Paşinyan Azərbaycana gəlmək istədiyini dedi, tarix açıqladı. Makronun İrəvanda verdiyi Əliyevlə danışacağım mesajının sirri. Bakının cavabı necə olacaq? Putinin reytingi düşür. Kreml narahatdır. İşləyən şəxslərin pensiyası nə qədər artacaq? Ermənistanın paytaxtı İrəvan şəhərində Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısı keçirilir. Axar TV Yeni Sabaha istinadla xəbər verir ki, sammitdə bir sıra ölkələrin və Avropa təşkilatlarının rəhbərləri iştirak edirlər. Toplantının liderlərin çıxış etdiyi hissəsinin moderatoru Ermənistanın baş naziri Nikol Paşinyandır. Azərbaycan prezidenti İlham Əliyev tədbirdə video bağlantı formatında çıxış edib. Nikol Paşinyan Azərbaycan liderini belə təqdim edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev canlı video bağlantı vasitəsilə sammitə qoşulur. Buyurun, cənab prezident. Dövlət başçısı çıxışına başlamazdan öncə tədbir iştirakçılarını salamlayıb. Bakıdan salamlar. Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentini tənqid edib. O, bunu İrəvanda Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısında bəyan edib. O qeyd edib ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirmir. Prezidentin sözlərinə görə, belə institutlardan biri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasıdır. İlham Əliyev xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2024-cü ilin yanvarına qədər Milli Nümayəndə Heyətinə qarşı heç bir məhdudiyyət tətbiq edilməyib. Yeri gəlmişkən, mən özüm o zaman Azərbaycan Nümayəndə Heyətinin rəhbəri və parlamentin deputatı kimi AŞPA-nın fəal üzvlərindən biri idim. 2024-cü ilin yanvarına qədər Avropa Şurasında nümayəndə heyətimizə qarşı heç vaxt məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul edilmiş və 30 il ərzində kağız üzərində qalmış 4 qətnaməsini müstəqil şəkildə həyata keçirdik. Lakin bundan 4 ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi. İlham Əliyev bildirib. Təəssüf ki, ikili standartlar bugün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbul edilməzdir. O vurğulayıb. Avropa Parlamentindən bəhs edən prezident qeyd edib ki, bu struktur sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sarsıtmaqla məşğuldur. Onun sözlərinə görə 2-ci Qarabağ müharibəsinin başa çatmasından 6 ay sonra 2026-cı il 30 aprel tarixinədək, 2021-ci ilin mayından 2026-cı il 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və qeyri-mötəbər məlumatlarla dolu 14 qətnamə qəbul edib. Sonuncusu isə sammitdən az öncə qəbul edilib. Təsəvvür edin, 5 il ərzində 14 qətnamə. Bu, bir növ obsessasiyadır. Sonuncusu isə cəmi 4 gün əvvəl, sammitdən dərhal öncə qəbul edilib. Bəzi üzv dövlətlərdə mövcud olan ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətlilik və evsiz insanların problemləri kimi fundamental məsələləri həll etməyə əvəzinə Avropa Parlamenti Azərbaycanı hədəf alaraq böhtan və yalanlar yayır. Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir. Buna cavab olaraq Azərbaycan Parlamenti mayın 1-də rəsmi şəkildə Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakın dayandırılması və Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarının başlanması barədə qərar qəbul edib. Nəzərə alaraq ki, Avropa Siyasi Birliyinin sammitləri çərçivəsində biz fikirlərimizi və narahatlıqlarımızı açıq şəkildə bölüşürük. Bu məsələ ilə bağlı baş verənləri həmkarlarımızın diqqətinə çatdırmaq istədim ki, qəbul edilmiş qərarla bağlı dezinformasiya və manipulyasiyaya yol verilməsin. Dövlət başçısı vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanda keçirilən sammitdə ilk dəfədir qiyabi də olsa çıxış edir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində çıxışında bildirib. Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin Azərbaycanda keçiriləcək sammitində iştirak üçün bu ölkəyə səfər imkanım olacaq. Paşinyan qeyd edib. Qeyd edək ki, bundan öncə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ermənistana səfər edib. Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Macron Bakıda saxlanılan erməni əsirlər məsələsini Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə edəcəyini bildirib. O qeyd edib ki, mövzunu əvvəlcə Baş nazir Nikol Paşinyanla müzakirə edəcək. Səfərdən sonra isə Əliyevlə danışacaq. Busa Paris üçün çətin vəziyyət yaradır. Çünki separatçıların azad olunması Bakının qırmızı xətlərinə toxunur və Paşinyanın yanaşması da buna müsbət deyil. Macronun açıqlaması daha çox Fransadakı erməni icması və lobbinin gözləntilərini qarşılamaq, həmçinin Ermənistanda revanşist elektoratı itirməmək məqsədi kimi qiymətləndirilir. Gözlənilir ki, Macron səfərdən sonra Əliyevlə əlaqə saxlamağa çalışacaq. Lakin Bakının mövqeyi dəyişməz qalacaq. Ehtimal olunur ki, məsələ əsasən ritorik səviyyədə saxlanılacaq. Əks halda Parisin separatçılarla bağlı israrı həm Azərbaycanla münasibətlərə, həm də ümumilikdə Cənubi Qafqazdakı mövqelərinə və Avropa İttifaqı siyasətinə risk yarada bilər. Rusiya parlament seçkilərinə hazırlaşarkən prezident Vladimir Putinin populyarlığının azaldığı bildirilir. Bu barədə Le Monde məlumat yayıb. Nəşrə görə Ukraynada 5 ildir davam edən müharibə və iqtisadi çətinliklər reytinqin əsas eniş səbəbləridir. İnternet məhdudiyyətləri isə bu prosesi sürətləndirib. Qeyd olunur ki, Putinin reytinqi düşdükcə onun adi insanlarla yaxınlığını göstərən süjetlər yayımlanır. Aprelin 27-sində yayımlanan görüntülərdə o, idman mərkəzində gimnast qızlardan birinin alnından öpür. Oxşar hadisə 2023-cü ilin iyununda Prigojinin üsyanından sonra Dağıstana səfəri zamanı da baş vermişdi. Politoloq Fəridə Rüstəmovanın sözlərinə görə bu cür süjetlər Kremlin populyarlıq azalmasından narahat olduğunu göstərir və sosial şəbəkələrdə artan tənqid fonunda Putinin xalqdan uzaqlaşması təəssüratını yumşaltmağa yönəlib. Prezident İlham Əliyevin imzaladığı əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. 1 milyon 100 min vətəndaşı əhatə edən artımlar əvvəlki ildəki orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşdırılıb. Bəs bu il işləyən vətəndaşların pensiyaları nə qədər artırılacaq? İqtisadçı alim deputat Vüqar Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya təyin edildikdən sonra işləməyə davam edənlərin pensiyası 6 ildən sonra toplanmış kapitala uyğun yenidən hesablanır. Bu zaman ödənilən sosial sığorta haqlarının 90% nəzərə alınır və toplanmış kapital 72-yə bölünərək pensiyaya əlavə edilir. Onun sözlərinə görə işləyən pensiyaçılar üçün bu il 2 qat artım mümkündür. Əvvəlcə pensiya 9,3% indeksləşdirilir. 6 illik iş müddəti tamam olduqda isə əlavə hesablanma aparılır. Məsələn, 2020-ci ildə pensiyaya çıxıb işləməyə davam edən və 2025-ci ilin sonunda 800 manat pensiyalan şəxsin 6 il ərzində topladığı 25.200 manat kapital 72-yə bölünərək 350 manat əlavə olunur. İndeksləşmə ilə birlikdə isə onun pensiyası 1224,4 manata çatır. Beləliklə işləməyə davam edən və 6 ili tamamlayan pensiyaçılar həm indeksasiya, həm də yenidən hesablanma artımından faydalana bilərlər.